Dana özü yeriyən haubitsaları 2016-cı ildə alınaraq ordumuzun sərəncamına verilib. Özü yeriyən toplar müasir atış kontrol sistemi ilə təchiz olunub. Dana 8x8 konfigurasiyalı Tatra şasisində yerləşir. Artilleriya kompleksinin maksimum sürəti saatda 80 km, gidiş ehtiyatı 600 km. Maşının əsas silahı 5580 mm uzunluğunda 152 mm, 37 kalibr top, yardımçı silahı 12,7 mm çaplı pulemyotdur. Top -4 dərəcədən müsbət 70 dərəcəyədək bucaq altında hündürlüyə atəş açmaq qabiliyyətinə sahibdir. Topun atış tempi dəqiqədə yarı avtomat rejimdə 4, əllə doldurulduqda 2 mərmidir.